Novosibirsk vilayətində əcnəbilərin çalışa biləcəyi sahələrə dair məhdudiyyətlər daha da sərtləşdirilib. Rəsmi məlumata görə 2026-cı ildən etibarən miqrantların fəaliyyət göstərə bilməyəcəyi peşələrin siyahısı genişləndirilib. Yeni qaydalara əsasən bundan sonra əcnəbilərin yükdaşıma sahəsində, eləcə də xəstəxanalar, məktəblər və universitetlərin bufetlərində, həmçinin idman təşkilatlarında işləməsinə icazə verilməyəcək. Uygulanan məhdudiyyətlərə əsasən müvafiq sahələrdə çalışan bütün miqrantlar işə götürənlər tərəfindən ən gecə 2 ay ərzində işdən azad edilməlidir. Sənəddə qeyd olunur ki, əsas məqsəd yerli sakinlərin təhlükəsizliyini təmin etmək və iş yerlərində ilk növbədə Rusiya vətəndaşlarının məşğulluğuna üstünlük verməkdir. Qərarın icrasına nəzarət Novosibirsk vilayətinin qubernator müavininə həvalə olunub. Qeyd edək ki, bölgədə artıq indiyə qədər miqrantların pərakəndə, alkoqol və tütün satışı sahəsində, həmçinin taksi xidmətlərində və uşaq bağçalarında çalışmasına məhdudiyyətlər tətbiq olunmuşdu. Yeni qadağalar isə mövcud çərçivəni daha da sərtləşdirir. Ümumilikdə isə miqrantların patent əsasında müəyyən sahələrdə çalışmasına qoyulan qadağa hazırda Rusiyanın 51 regionunda qüvvədədir. Onlardan 47-sində əcnəbilərin taksi sürücüsü və ictimai nəqliyyat sektorunda işləməsi qadağan edilib. 27 regionda isə təhsil sahəsində işləmələrinə icazə verilmir. Məsələn, Krasnodar diyarında miqrantların iqtisadiyyatın bütün 99 sahəsində işləməsi qadağan olunub. Miqrasiya məhdudiyyətləri əsasən Orta Asiyadan gələn əcnəbilərə şamil olunsa da, məlum olduğu kimi Rusiyada minlərlə azərbaycanlı da müxtəlif sahələrdə çalışır. Yeni qaydalar Azərbaycan vətəndaşlarının da iş imkanlarını məhdudlaşdıra bilər. Bu baxımdan xüsusən xidmət sahəsində, kafe və bufetlərdə, eləcə də yükdaşıma işlərində çalışan azərbaycanlı miqrantların yeni şərtlərlə üzləşməsi qaçılmaz görünür. Ekspertlər hesab edirlər ki, bu cür məhdudiyyətlər miqrantların daha çox qeyri-rəsmi iş axtarmasına gətirib çıxara bilər və nəticədə həm onların hüquqi, həm də sosial vəziyyəti çətinləşəcək.